2026-cı il dünya çempionatının astanasındayıq və düşündük ki, Ali futbol olaraq yeni formata keçək. Dünya çempionatı haqqında, dünya çempionatları haqqında bildiyiniz, eşitdiyiniz bir çox məsələlər var, amma biz dedik ki, bu məsələyə biraz daha dərindən yanaşaq. Və bilmədiyiniz, eşitmədiyiniz məsələləri qaldıraq və onları müzakirə eləyək. Bugün burada mənəm Tamirlan, Ələkbər və bizim yeni rezidentimiz, kanalımızın yeni üzvü Əli Heydər. Daldan gələn səslər. Və bugün biz başlayırıq ən son dünya çempionatından, yəni 2022-ci il dünya çempionatı. Və nəzərinizə çatdıraq ki, dünya çempionatının başlanmasına qədər çalışacağıq ki, bax belə geri sayımla bütün digər dünya çempionatları haqqında danışaq, onlar haqqındakı maraqlı faktları üzə çıxardaq və necə lazımdırsa tarixə baş çəkək. Dünya çempionatından qabaq, ümumiyyətlə necə verilib ondan danışaq 2022-ci ilə. 100%. Məsələn, bu hadisə olub 2 dekabr 2010-cu ildə. Hələ Sepp Blatter FIFA'nın prezidenti idi. Deməli, finalda 2022-ci il ABŞ-la Qətər yığması, yəni ikisi arasında seçim edirlər ki, kimə verilsin. Hə, o yadımdadır. Və nəticədə 14-8 hesabı ilə Qətər uddu və mundialı verdilər. Və bundan sonra Lordelse kansel başladı. Çünki 2014-cü ildə The Sunday Times qəzeti bir məqalə dərc elədi ki, Muhammed bin Hamam Nə atdılar? bu dünya çempionatına ev sahibliyi eləmək üçün səs almaq məqsədi ilə 5 milyon dollardan çox rüşvət verib. Və bəhdlər qeyd olub ki, başqa nə edib? Bin Hamam səs vermədə səsi olan Afrika ölkələrinin futbol rəsmilərindən bir sıra ziyafətlər təşkil edib. Və nəqd olaraq həmin tədbirlərdə hərəsinə 400 min dollar nəqd, təxminən 1,6 milyon dollar məbləği Jack Warner'ın bank kartına köçürdü. O səhv eləmirəmsə Şimali Amerikada. Hə, orada orada yumaq söhbəti vardı, orada yandırdılar. Köçürüb. Hə, bu da pulun yarısı səs vermədən qabaq ödənilib. Yəni ki, tipik şeydir ki, sonrası tam dəqiqləşsin verərik. Sonra yarısından çoxunu verib, Avans verib də. yox, qəşəng. Sonra 800 min dollar Côte d'Ivoire Futbol Federasiyasının prezidentinə verib. Bu ən belə şeydir ya, ən strateji tərəfdaşlardır bunlar. Ya, bilirsən niyə görədir? Orada bir dənə söhbət var ki, bilmirəm neçənci ildən yanıla bilərəm, ona görə ili gəlin deməyim, bilirsinizsə şərhlərdə yazın, amma neçəncisə ildən FIFA'da olan bütün qurumlar, bütün assosiasiyaların səsi eynidir. Yəni fərqi yoxdur. Eyni sayılır, yəni böyük balaca əhəmiyyəti eynidir. Yəni Trinidad Tobago ilə tutalım Almaniyanın verdiyi səs eyni səs kimi sayılır. Ona görə həmişə belə nəsə söhbətlər olanda düşürlər və bu kasıb ölkələrin üstünə. Hə, başa düşdüm. Bomba kimi. Hələ təxminən belə 30-a yaxın Afrika Futbol Federasiyasına, yəni üzv olan ölkələrə pul verilib. Çünki oradan 4 səs almaq lazım imiş. Sırf ona görə pul verilib. Bundan sonra bu iddialar ciddi rezonans doğurub və FIFA'nı araşdırmaya sövq edir ki, bundan öncə qaçış yolu yoxdur da. Çünki çoxu biraz üstü açılıb məsələnin. Bu seçilmədən sonra da başlayır. 2014-cü ildə çıxıb. Yes, var. Sonra Sepp Blatter özü dəfələrlə narazılığını bildirib ki, yəni özüm qarşı idim. Bunu mənə eləyən Platini eləyib. Atıb Platinin üstünə. Platin də qayıdıb deyib ki, mənim günahım yoxdur, mənə Sarkozy çağırıb və deyib ki, Qətərin udması üçün bu mütəşəkkir. Ya orada belə bir söhbət var idi. Bir şey də, bu qırıcı söhbət deyil. 4 dənə, 5 dənə qırıcı. Təyyarələr alıblar oradan və yatırımlar da eliblər. Səhv eləmirəmsə elə PSG onu da o vaxtda alıblar. Səhv eləmirəmsə o da eyni söhbət olub. Yəni bu birinci dəfə deyil ki, belə iddia. Sadəcə mənim özüm üçün qaranlıq qalan məqamlardan biri bilirsən nədir? Odur ki, məhz Amerika bu araşdırmanı başladı və FBR FIFA'nın elə bir ki bazasına daxil olub, orada bütün materialları topladı, yığdı. Elə bir ki küstülər bütün. Loru dilində desək, Amerika abijinlik qaldı ki, Rusiyadan sonra onlara gəlmədi dünya çempionatı. Deməli, məsələ bilsən nədir? Əgər
Qətərin orada rəqibi Amerika Birləşmiş Ştatları olmasaydı, bütün bu söhbətlər heç biri açılmayacaqdı. 100% heç biri açılmayacaq. Həm də Zepp Blatterin fikri o idi ki, 2018-ci ili Rusiyaya vermək, 22-ci ili Amerikaya vermək. Bu səhət onda belə deyək, ədaləti bərqərar eləməli ki, heç bir tərəf nəsə eləməsin. Burada Platini girir və üstündə dəqiq sayı deyim ki, bu söhbətdən 6 ay sonra 16,4 milyardlıq uçuş, yəni təyyarəsi, yəni hərbi təyyarə alınıb da, yəni Fransadan, Qətər qırıcı təyyarələr onlar da. Hə, Fransadan 5 dənə, 6 dənə nəsə belə bir söhbət aldı. Belə söhbət var. 14,6 milyard dollar dəyərində qırıcı təyyarələr. Görür, bu dünya çempionatı sonra, bu dünya çempionatı mənə gəlir ki, tarixin ən bahalı dünya çempionatıdır. Çünki hələ rüşvəti qoysam qırar. Rüşvət birdir. Plus üstəlik onun xərcləri də çox babat keçmişdi. Amma nə bilim, mən tam səmindir təəssüratlarımla bağlı danışam. Düzdür, hardasa aydın məsələdir ki, bunlar ortaya çıxıb artıq bu poxun üstü açılıb, aydın məsələdir. Amma çempionat kimi, gəl açığı danışaq da, mənə görə 2006-dan bu yana keçirilən ən fantastik çempionatlardan biridir. Səbəbləri də var da, çünki yeganə dünya çempionatı da hansı ki qışda keçirildi. Və futbolçular da pik formasına ən yaxın vaxtdır. Çünki amma bu çox narazıçılığa gətirib çıxardırdı ya. Klublar tərəfindən ola bilər, amma oyunçuların ən azından oyunundan biz onların nə formada olduğunu görə bildik. Və ilk dəfədir ki, altdan finka geyinib geri dünya çempionatına baxmağa. Yəni o heç vaxt olmamışdı. Sənin dərdlərində. Sən orada baxsın futbola. Bütün qış baxdı. Kasıb problemləri də olmayan. Evdə. Sən bağlayın. Bağlayan olmayan. 100%. Yəni bu məsələ belə qalmaqallı oldu. Ondan sonra Zepp Blatter işini itirdi. Aləm dəli bir-birinə, Platini də getdi, tutdular. Amma iki dənə məsələ var da. Yəni sən biləm bu söhbətdə onsuz da deyəcəm, mən Platini tərəfdən deyəcəm. Çünki bütün bu söhbətlər o Platini axı çox bu korrupsiya məsələlərində təqsiri bilirdilər. Axırda bilsən də özdə 80-cı illərdən. 80-cı illərdən bu yana araşdırma gəl bu 3-4 bir-2 ildə deyəsən də o çıxartdılar ki, müəllim təmizdir. Müəllim təmizdir və burada mənə belə bir şey gəlir ki, bu qurulma bir oyunu idi. Çünki yəni Ələkbər də niyə görə bu söhbəti bayaq dedi ki, yəni sən deyəcəksən. Çünki mən belə yaralı yerlərimdən biridir də FIFA məsələsində. Mənim fikrimcə futbolu futbol eləyən, bu səviyyəyə çatdıran adam məhz Zepp Blatterdir. Çünki futbola ilk kontraktlar gətirdi. Hətta kontraktları da qoyaq qırağa. FIFA çox pis vəziyyətdə idi, həmin kontraktlar gəlməmiş. Və hətta FIFA dağıla da bilərdi. Belə bir vaxt da var idi Zepp Blatterin gəlmə vaxtında ki, FIFA çünki heç nələri yox idi və qazanc mənbələri də yox idi demək olar və güc sahibi deyil idilər. Televiziya kontraktlarını gətirdi və s. və futbolu gətirdi, çatdırdı bizim bildiyimiz səviyyəyə. Mənim fikrimcə bu sadəcə bu Infantino Gil tərəfdən bəlkə də oynanılmış bir oyun idi ya da ki, nəsə belə bir şey. Çünki başqa mən buna heç bir cavab tapa bilmirəm. Və sonradan da yəni, sən dediyin kimi də elə gəldi nə çıxdı, ən azından Platini təmiz çıxdı və Blatter'a qarşı olan bütün iddialar da hələ ki öz əksini tapmayıb və bu söhbət də bağlandı. Deyəsən bu iş artıq bitdi, bu proses bitdi. Hə də, yəni boşa çıxdı. Bu bütün sənin danışdığın şeylər əslində sildə faktdır. Yox, yəni fakt olaraq faktdır, amma bunlar hamısı boşa çıxdı və heç nə ilə bərkidilməyən oldu da belə deyək söhbətlər. Hətta axırı dünya çempionatını Amerika aldı. Bu il indi baxacaq, görəcək nədir, nə deyil. Rahatladılar da. Ara yerdə 2 nəfər yandırdılar yerdə. Hə, vallahi özü kimləri. Sonra absurd qərarlar var idi. Çünki absurd qaydalar çıxmışdı. Bütün əsas da Avropa buna etiraz edir. Məsələn, bu qadağada nələr var idi? Alkoqol içkilər, söyüş söymək, açıq-saçıq geyim, yüksək səslə musiqi. Dünya çempionatının yarısı getdi də buradan da. Hələ baba buralarda deyim də, Latin bütün komandalar getdi, ingilislər getdi, almanlar getdi. İndi biraz da öpüşməzə söhbətdə olacaq. Yerli sakinlərin icazəsiz fotosunun çəkilməsi. Bunu adətən hansı millilər edir? Street fotoqraf.
Vurdular da belindən o söhbəti də. Öpüşmə söhbəti varsa 100% Fransa millisi getdi. Elə şey var. Homoseksuallığı daxil edir. Amma Hollandiyada getdi. Avropanın yarısı Ona getdi. dedim də. Nə Hollandiya? Elə Almaniya burada bir dəfə də Hə, getdi. bir dəfə də getdi. Dərin Ona görə bilənlər. aləm dəymişdi bir-birinə. Hətta sosial şəbəkələrdə bu siyahı hər şeyi qadağan edirsinizsə, niyə dünya çempionatını keçirirsiniz? Belə başlıqlı bir kampaniya başlamışdı ki, yəni Bu Qətərə qarşı olan kampaniya var idi. Yadımdadır və hətta Qətər birinci tam olaraq spirtli içkilər qadağa olunmuşdu. Ondan sonra isə stadionda yox, fan zonada icazə verdilər pivə satılmasına. Amma stadiona buraxmamaq şərti. Stadiona amma fan zonalarda yeganə və o vaxt limiti də qoymuşdular. və hətta şeydir, Infantino'nun görüşdən sonra Qətər Futbol Federasiyası, yəni Dünya Çempionatı Təşkilat Komitəsi qərar verdi ki, bütün bunlar həqiqətə uyğun deyil. Amma Infantino'da görüşdən sonra. Sardılar da yüngül var. Əlləri dəyibmiş. Və açığı. Mən çox gözəl başa düşürəm ki, orada indi daxili bir qayda qanun var, məsələ və ilaxır, amma futbolu bunsuz təsəvvür etmək doğrudan çox mənasızdır da. Yəni Özün istəmirsən də, yəni. Özəlliklə necə dünya çempionatında sərxoş ingilis fəaliyyətlərsiniz keçirdə bilərsən də. Yəni yaxşı komandalardır, çempionatdır. Amma azarkeşlər bir tema qatırlar. Burada da dəydi ya, oku. Zarafatsız deyim. Onların bütün bu çantları və s. baxır. Çox fenomenal, qədim folklora, qədim söyüşlərə əsaslanmış bir temadır. Yəni onsuz necə? Bunlar bilirsən nəyə əsas götürürdülər və biz səninlə bir dəfə özümüz də şahidi olmuşuq, canlı şahidi olmuşuq. Səudi Ərəbistanda səninlə oyuna getmişik, Əl-İttihad, Əl-Hilala qarşı və oradakı fantastik atmosferi görmüşük və onlar da yadımdadır ki, Qətər Futbol Federasiyasının sədri idi, səhv eləmirəmsə, bir çıxış eləmişdi ki, yəni spirtli içki olmadan belə futbol bayramı keçirmək mümkündür və həmin ölkələri nəzərdə tuturdu. Zor söhbətdir. Prosta onlar üçün İngilizcə bu həyat tərzidir. Yəni ki, sən onu heç bir İngilis Johna deyə bilməzsən ki, qardaş içmə. Ona görə də keçən növbəti faktda, yəni mövzunun belə ardı gəlsin deyə. Fakt nömrə 3. Turnirin imicini yaxşılaşdırmaq məqsədi ilə saxta azarkeşlər çıxarmışdılar. Məsələn, Almaniyada neçə dənə belə Almana oxşamayan adamlar gəlmişdi, biz Almaniya fanatıyıq. Yox, bilirsən nəyə oxşayır? Deyəsən FIFA-da var, bir dənə qaqaş. FIFA oyunda yoxdur, bir dənə qaqaş hər dəfə hansısa klubun keçir. O bilsən həm də nəyə oxşayırdı? Bilsən, yəni qəbul edərəm də ki, misal üçün də Qətərin özündə, Qətərin özü bilsən də Yasamal boydadır da, əslində də, bir o qədər də böyük yerdir. İndi Səudi Ərəbistandan zaten bu yandan böyürdən bir Braziliyan fanatları, Argentina, Almaniya falan, böyük komandalar fanatlarını başa düşdüm. Amma bu, nə bilmə, kim oynayırdı orada belə bizə qardaş olan dövlətlərdən tutaq ki də atıram. Burkina Faso'nun niyə formasında ərəb simalı adamlar oturub azarkeşlikləsinlər. Çoxu da şey deyə, oturum izni almaq üçün o gələn hindlər. Aysa. Onlar da gecəcək. Sən Almaniyaya get. Bəlkə elə onun hesabına oturum zad verdilər. Ola bilər. 6 ay buradasınız. Hər şey zor idi orada. Ya o da oradan əslində ilk dönəmlərdə məncə elə idi, açıq danışaqda, amma playoff müddəti gələndən sonra elə bir ki diyordu, yox o çempionat deyəsən özüdür, getmək olar. Çünki o qrup mərhələsində falan idi mən biləm. Bir də biləm ki Qətər partladırdı, onların azarkeşləri. Lusail stadionun ətrafında da yığışırdılar. Süvli idi təbii. Kalbasa çörək azarkeşlərinin qəşəng. Qlobala çıxmış versiyası. Bir də üzücü bir fakt var. Anlaşılmaz ölümlər. Çünki Qətərdə hər şey sıfırdan tikilirdi. Və ona görə də, məsələn, bu hüquq müdafiəçiləri deyib ki, bu tikintilər zamanı, bu iş prosesində minlərlə insan həlak olub, həyatını itirib. Daha çox bunlar hinduslar işləməyə gələn ustalar olub. Sonra isə rəsmi olaraqsa Qətər deyib ki, cəmi 3 nəfər 3 ölü olub. Bu nə? Bu bizə çox örtbasıdır o. Fitri istədilə malik olan sıvamaq metodu deyil. Sən minlərdən necə yüksə düşə bilirsən? Ən çox bir 600 elədir. Çox istim 300. Məsələ demir ki, obri ölümlər olmuyor. Deyir olur. Amma obri ölümləri rəsmi sənəddə qeyd olunub ki, təbii səbəblərdən vəfat etdiyi. Yəni qoca sənədə qocaldı öldü. Qismət. Yo, amma bir dənə də məsələ var.
Qətəri də başa düşmürəm. Mən bu gün elə bir ki, Qətərin rəsmi nümayəndəsiyəm də bu günlərdə. Biraz onları da sıvamaq istəyirəm. İndi adamlar o boyda pul xərcləyiblər. O boyda pul buraxıblar. Bu boyda da bunlara qarşı qarayaxma var. Qarayaxma var. Qarayaxma da deməyə bəzi əsaslı səbəblər var. Bir neçə Yəni minlərlə ölümün qarayaxması olmur. Bir neçə minlər civarında bir qara var orada. Amma onu örtbaslıq eləməlidir ki, qabağımıza çıxmasın. Yəni amma yenə də bu da ola bilər ki, bir nə bilim, doğrudan da elə qarayaxma kampaniyalarından biridir. Deyirsən minlərlə adam ölməyib. Ola bilər, bəlkə də yox. Mən bəlkə kiminsə ölüm xəbəri görməsəm inanmıram. Bax Chuck Norris ölüb bu yaxınlarda. Meyidini görməmişəmsə inanmıram. İnanmırsan. Yəni. Özü deyilən məşq zamanı ölüb o. Məşq eləyəndə özünü pis eləyib. Ola. Hə, 86 yaşında. Məşq eləyəndə özünü pis eləyib. Orada sırayla ki 25 nəfərlik adam öz ölümünü ölüb. Bunu yox məşqə görür. Məşqə görəlim də belə variantı yox. Yerə Cemilma kalp diyorlar. İlk dünya çempionatı idi ki, 8 legioner baş məşqçi var idi. Hələ bir 8 dənə ölkənin spesiallarından da. Heç vaxt dünya çempionatının qalibi əcnəbi olmuyor. Heç vaxt. Heç vaxt. Bir dəfə Avropa çempionatı. Avropa, Bir saniyə. Luis Felipe Scolari haralıdır? Braziliyalı. Ha, heç nə oldu. Özümə görə soruşurdum. Söhbətin belə tez ölməyi yox idi da, hələ olmamışdı. Dedim bəlkə Portuqal idi ona görə. İlk dəfədir ki, asış qolu penaltidən vurulmuşdu. Açıq qolu vurmamışdı onu. Sizcə penalti vuran hansı klubda oynayırdı həmin vaxt? Yəni Qətərin oyunda Fenerbahçedə oynayır da şey. Bəli, penaltidən vuran Ener Valencia. Ener Valencia. Sonra Qətər ilk dəfədir ki, asılış maçında məğlub olan ev sahibidir. Ev sahibi. Bəli. Bu da qarayaxma kampaniya. Bu qarayaxma dördə. Bu yıxıb sürmədi. Sonra bəs sizcə 2000-ci illərdə doğulub, yəni qol vuran ilk futbolçu kimdir? Yəni 2000-lərdə doğulub. İlk futbolçudur ki, 2000-ci illərdə doğularaq dünya çempionatında qol vurub. Jude Bellingham idi bu arada. Gələ. Qol vuran. Gələ. Sonra desən ki, İngiltərədə futbol yoxdur. Real Madriddə komandadır. Yox, Real Madrid o qədər quşlaya bilməz, amma ki İngiltərəyə quşlayır orada. Bəli. Görürük. Sonra 90 dəqiqədə, yəni əlavə vaxt saymasaq, ən gec vurulan qolun sahibi Mehdi Taremi olub. 90 plus 102 102. 90 plus 103-cü dəqiqədə. Yoxsa kimlə? Nəsə belə. İngiltərə ilə. İngiltərə, ya nəsə belə bir şey var idi. Yox, ya. Dəqiqə dedim yadbaşdı. Bu dünya çempionatı həmin o dünya çempionatı da başladı da bu plus 8 dəqiqə, plus 18 dəqiqə. İlk Naçala sistemi ilə keçirilən dünya çempionatı idi. Hətta Naçala. ən uzun maç kimi də elə İran-İngiltərə oyunu tarixə düşüb. Birinci S 14 dəqiqə, ikinci S isə 10 dəqiqə əlavə vaxt əlavə eləyib. Yəni heçə olsaydı əlavələr getməli idilər. Yəni şərt o idi. Onlar da heçə qurtarmayıb təsadüfən. Yox. Nəticələr nəticədə qrup mərhələsi idi də özdə. Bəli. Komandalar meydanda ümumilikdə 117 dəqiqə 16 saniyə keçiriblər. Bunun əvvəlki rekordsa 94-cü ildə olub. Cənubi Koreya ilə Boliviya oyununda qeyd almışdı. O da 103 dəqiqə oynayıblar. O da harda? Amerikada, hə? Bəli. Gəl. Sistemi 4-ünə əlaqə var. 117 dəqiqə cəmaatı yorublar. 3 dəqiqədə oynasaydılar penallaşmaya gedə bilərdilər təbii onlar. Bu arada Luka Modric həm Avropa çempionatında, həm dünya çempionatında 3 fərqli 10 illikdə oynayan yeganə oyunçudur. Yəni 2006 Gəl bir dəqiqə gözlə. 2008-i bildim Avropanı bildim. Yadımdadır Türkiyəyə qarşı hətta ötürməyə verildi. Dünya çempionatında sıfırladı mı? 2006-cı ildə. Bəli. Modric 2006-da da oynayıb. Bəli, hətta FIFA-nın verilişində var idi ki, Xorvatiyanın gənc istedadı, o haqqda süjet hazırlamışdılar. Bir dəqiqə yəni 2006 həmin o dünya çempionatında Luka Modric oynayıb. Yadımda deyil mənim. Baş məşqçi Niko Krançar atası Krançar idi. Yəni ora kimi bilirəm. Çox sağ ol bu fantastik məlumat. Oradan bu günün mənə gəlkən belə Mən 2005-ci ildə o verilişə baxmışam, bu günə qismət imiş ki, onu deyim hardasa. mən ona gedirəm də orada oturanda mən qorxuram. Anidən nəsə belə fişan gələ bilər. 2006, 2008, 2010-ları çıxıram, bir də 2022. Hə o 2022 belində də yəni. Yəni. Bir dənə söz soruşum. Bu yarı avtomatik var söhbəti də deyəsən şeydə idi də, dünya çempionatında çıxmışdı yoxsa mən səhv fikirləşirəm?
offside söhbəti. Yarı avtomatikdə o şey, Lyon. Deyəsən, hə. 3-də ilə. Ən azından o 3-dələr orada birinci dəfə görmüşəm. O mənə gəlir ki, o načalo açdırmağın əlavə vaxtında səbəbi məhz o idi. səbəb Çünki o idi. var bilirəm ki, 2018-dən var. 18-də oldu. Amma yarı avtomatik elə bil ki, orada elə bir peçatını qoydular əminəm. Bəli. Sonra ilk qadın hakim olub Qətərdə. Yəni ilk qadın hakim onu idarə eləyib. Stefania Frappar. Hə, o Bəli. bu arada peçat söhbətdə Qətərə nəzərə alasaq. Bəli. Bəlkə də qadağalara acıq. Gələ. Verən sonda gələ. Bir də 48 oyna. Sizcə neçə dəqiqə artırıblar ümumi? Artımı dəqiqə neçə dəqiqə oldu? Mənə gəlir 4 gün olmalıdır. Dəqiqə atın. 3 Dörd- rəqəm, 3 rəqəmli dörd- dəqiqə. 4600. Yox, 453 dəqiqə. 3 rəqəmli bir dənə rəqəm. 3 rəqəmli bir dənə 392. 511 dəqiqə. Oyundan artırmada Bildin, yəni bir 10-dan 10 artıq oynuyor. Yəni 10 dəqiqədən artıq çıxır da. Hətta ortalama hər 10 yarısını olsa da İran İngiltərədir. zarafatsız. 17. Onlar deyirlər time qutarıb dururuq elə. Ən uzun vaxta qoyursan da time. Və bütün bunların söhbətin sonunda Lionel Messi 2 dəfə dünya çempionu olur. Bu faktlar heç öz yerində. Amma zarafatsız da mənim üçün bu dünya bir çox adamlar üçün, şəxsən qarşımda oturan insan üçün bu dünya çempionatı çox özəl dünya çempionatı idi. Çünki olum ya ölüm söhbətləri var da. Messi bu dünya çempionatda qalib gəlməsəydi, elə bir ki kitab Rubinlikdən bağlanırdı. Mən həqiqətən də deyirəm ki, əgər siz fikirləşirsinizsə ki, bu dünya çempionatını tək Messi udubsa, onda səhv fikirləşirsiniz. Çünki fakt olmasa da mənə elə gəlir ki, bir altdan bir insan var ki, onu qabağa çəkmək lazımdır. Bu Angel Di Maria'dır. Angel Di Maria Argentina millisində oynamasaydı inandırım sizə ki, bax bu kubok, bax bu balaca karatışkanın əlində olmayacaqdı. Bəli. O bir, amma mən Scalonini də belə lap qırağa atmazdım ha. Sizə görə bax bu dünya çempionatının ən faciəvi məsələləri nə idi də? Yəni belə ən gözlənilməz, yəni turnirin rus dilində ona razıçravan edirlər də. Məyusluq nə idi? Mən tam səmimi desəm, özümdən birinci deyə bilərəm. Mənə görə şəxsən bu Portuqaliya millisi idi. Çünki Portuqaliya millisinin elə bir heyəti var idi ki, o turnirin altından girib üstündən çıxmalı idi. Amma ancaq lakin bir baş məşqçi var ki, bilmirəm onu bir səsləndirə bilərik yoxsa yox. Səsləndirə bilərik. Rahat səsləndirə. Misal üçün var idi, adı nə idi onun? Fernando Santos var idi. Onu daha böyük faciə gözlədi. 4 il sonra bilmirdi ki, 3 il sonra bilmirdi ki, o Əli Heydərin iş yoldaşı olacaq. İş yoldaşı var, nə oldu? Yəni sən fiyaskoya uğramağa bax, dünya çempionu ola bilərdin. Ondan sonra əməli başdı. Əli Heydər gəl səndən Maribro götürür bir dənə ki, verəcək. Yəni ayaqqabı Primerkasına gedirsən onu ilə. Yəni doğrudan yəni bir də ki o Cristiano Ronaldo'nun tükünə vurmaq istədiyi qol məsələsi idi ki, mən Gəlmişdə Cristiano Ronaldo 5 dünya çempionatında səhv eləmirsə, bəli, qol vuran yeganə futbolçudur. Amma o saç məsələsi Amma 2022 dünya çempionatı Ronaldo'nun son 2-ci dünya çempionatı idi. Hər 2018-dəki bu sondur. İndi 3-cüsü olacaq son dünya çempionatı. Neyse mən. Bu 100%. Burada söyüş qoyub bir də oynasam. Oynayacaq da Yusuf. İndi nəsə zərəsi var. İndiki toplanışa gəlmədi ki, bəs. Üzür var, üzür gələ bilmir. Əli də sənin məyusluğun. 100% Xorvatiya millisidir. Xorvatiya millisi. Yox, Xorvatiya millisi məyusluğu. Yəni 3-cü oldu. Braziliya oldular da. Bu o mənim məyusluğum. O mənim şəxsi məyusluğum idi. Yeri gəlmiş, Mərakeşlə oynadılar. Mənim məyusluğum Argentina oyununda şey olmuşdu. Hollandiya məyusluğu. Vergus. O məncə ən pik oyunu oydu. Hollandiya Argentina. Orada Messi biraz o ailə tərbiyəsini göstərmişdi orada. Hamına dalaşdı elədiyindən. Topu vurdur. Orada bu dünya çempionatının özəlliyidir. Biz indiyə kimi belə Messini görməmişdik. Bu dünya çempionatına görə Messi bizə necə o ağıllı ev uşağı başa düşdü. Bu cəmaət ilə çıxarılası bu 4 dənə uşaqdan biri başa. Bizimki də xalqın uşağı ay Salman oğlu. Belə bir söhbət. Burada əməli başladı ki, yox mənə hələ cındırın yekəsi imiş ki. Məyusluğum oldu ki, mən Hollandiya udmağını çox istirdim də. İminə o söhbətlərdən sonra daha çox istirdim. Çünki comeback da oradan çox babat idi. Amma orada Messi'nin də hətta yəni
Hollandiyanın baş məşqçisinə qarşı da olan o yüngül belə nifrət söhbəti var idi də Rikelmeyə Deyirəm də, görə. Messi bütün cındırlıqları bu Yəni turniirdən Rikelme sonra söhbətindən elə bir ki o qalmışdı da. Rikelme? Də Van Gaal Hə, uy, sən hara Sən söhbət referansa var bir də. O müəllim deməli amma başda yenə də Van Gaala eləməməlisən də, yəni. Yəni çünki Van Gaal da oyundan qabaq nə demişdi ki, yəni biz bu Argentina yığmasını sürəyəcəyik və biz bilirik Messini necə dayandırmaq lazımdır və onlar özündən heç nə bilim, heç nə göstərmirlər də. Nəsə belə bir oyun öncəsi yəni xüsusi bir şeylər yoxdur. Yəni mən bilsən də fikirləşirəm. Yəni ki Van Gaalın o intervyusu olmasaydı, bəlkə də belə problem olmayacaq. Yəni Argentinaya qarşı belə oyunlardan biri Braziliya yığmasının oyunu oldu, son görüşləri. Argentina darmadağın elədi. 4-0, 5-0, ya bir dənə deyəsən qol. Yəni vururuz. 4-1, 5-1 belə bir oyun oldu. Orada da yazıq Rafinyanı məcbur elədilər o intervyu versinlər. Sən çox dəxilsiz bir Yəni şey. Argentina milləti, vəbşə Latin Amerikası milləti biraz belə başdan qırıcıdır da, onların İspan dilli tərəfi. Biraz dəlidilər də. Onları da yəni niyəsə görə Van Gaal bilmirəm ya Argentinalıları elə bir tanımır, yəni nəsə özlərindən çıxartdı. Sonra müsahibə verir, oyundan sonra Vergos usta qışqırır. Abi dayan da, yəni. Bu da o qədər qışqırmır. Bilmir necə idarə etmək lazımdır. Kimi gördü qışqırır. Sən məyusluğun nədir? Məyusluq demək olarsa, bilmirəm, bir tərəfdən belə sevindirici haldır ki, dörtlüyə düşən ilk Afrika komandası oldu Mərakeş. Amma yəni onları finalda görmək istəyərdim mən. Sən deyirdin ki, Fransanı keçməli idilər də. Yəni belə maraqlı olardı. Çünki o komanda o ilin, yəni 2022-nin yaraşığı həmin komanda idi əslində. Bax bu işığa kör baxım, Əli. Bax Yox, bu ən işığa. azından yəni 3-cü yeri istəyərdim götürsünlər. Hə, amma bu işığa kör baxım, sən nəyə görə istəyirdin? Çünki Mərakeş Portuqaliyanı udmuşdu. Bu da ki, Portuqaliyadan bir fanatıdır axı. Bəli. Ona görə də 100% bu bir ildə qalsa deməyəcək ki, ona görədir. Amma əminəm bax, bu işığa kör baxım ki, ona görədir. Ya lap Argentinanı da keçsəydilər. Yəni, ya zarafatsız. Çünki mən xoşlayıram da belə hər dünya çempionatının nəsə belə maraq qatan bir komanda oldu. Mən də deyirəm ki, burada yəni ən azından nəsə bir medal götürsəydilər. Çünki biz hamımız başa düşürük ki, Mərakeş yığması nə bilim bəlkə bundan sonra bu dünya çempionatında nəsə göstərdi. Ondan sonra Belçika kimi fikrimcə artıq nəzərinizə çatdırıram ki, bu veriliş qəti surətdə Afrika Millətlər Kubokunun Senegaldan ayrılıb alınıb, daha doğrusu Mərakeşə verilməsindən öncə çəkilməyib. Yəni bu sözlərə qulaq asıb verməyiblər onu. Bu sadəcə olaraq təsadüfdür. Amma yəni sən istədiyi və hamısı çıxartdılar, verdilər də. O 60-dır. Bilsən də dünya tarixinin bu arada dünya çempionatının ən gec qolu Mehdi Tarimindir, amma dünya tarixinin ən gec qələbəsi şeydədir, Mərakeşdədir. 90+60 gün. Bəli. Brian Diaz həm City nutda həmin gün, həm də Senegalda. Gəlin. Lazım idi sənə. Ehtiyata çıxır, sevinir ki, udmuş. Amma Əşrəf Hakimi imza eləyib də bu. Gül kimi. Amma təklif etdi onu sonra. Yox. Dedi ki, mən belə söz deməmişəm. Sonra nə vardı həmin dünya çempionatından maraqlı? Sonra da vardı həmin dünya çempionatında, mən sizə deyim. Bunlar o bir dənə qaqaş var ya, Messi. Dur, veriz bizə Abdullah. Assalamu aleykum. Yaxın dostumuzdur. Öpürəm. Qardaş uşağı deyir gəlmiş. Doğrudan qardaşlar. Biz Səudi Ərəbistanda olanda onunla tanış olduq orada. Müəllim başqa aləmdir. Doğrudan müəllim başqa aləmdir və o dünya çempionatı yeri gəlmişkən onun da karyerasına start verdi. Ona kimi o qaqaş o müsahibəni verməmişə qədər sadə mühəndis kimi çalışırdı. O müsahibəni verdi, Səudi Ərəbistanda bu partlatdı. İndi yaxın şərqin ən fantastik blogerlərindən biri. 2 dəfə hətta TikTok üzrə ilin ən yaxşı idman blogeri mükafatını alıb. O dərəcədə. Final oyunu ümumiyyətlə ən dramatik finallardan biri idi də, yəni. Final oyunu əjdaha idi. Bir çox adamların, mən bu sözdən tam olaraq razı deyiləm, amma bir çox geniş kütlənin söhbətinə görə bu dünya çempionatları tarixində ən fantastik final idi. Bilmirəm, razısınız bu fikirləşi? Yəni vurulan qollara görə 6 qol hansı finalda vurulub? Olub belə final. 6 qol əslində vurulub deyəsən Almaniya Macarıstanı udmuşdu. Fritz Walter ondan 5-2 udmuşdu, 5-3. Yəni bir tərəfli gəldi də oyun. Yəni 3-3 hesabı bu artıq özü belə oyuna maraq qatırır. Təkcə hesabı görsən artıq mən finala baxmamısan, hesabı gördün, girib oyuna baxarsan da məncə. Ümumiyyətlə ən dramatik finallar niyəsə Fransa uduzanda olur. Drama baxımından da oradan fantastik. Hər şey oldu da. Hər şey oldu. Kovaman onu vursaydı.
Emiliano Martinez onu çıxarda bilməsəydi. Yəni o bir sayında o mən nə maraqlı demişəm. O ehtiyat oyuncular skamyası olur, məşqçilər. Orada nə yaşayıblar da o 1 saniyə var orada o 2 saniyə. Orada həm sevinç, həm nə bilim kədər. Ya hər iki tərəfdən də özdə antonimo kimi fikir ver. Yəni Argentinalılar 100% uca dedilər hər şey əldən getdi. Bu topu çıxardanda bəlkə çoxu heç o save-i görməyib Argentina tərəfdən. Fransalılardı. Ya da orada o save-i təkcə biz görmüşük. Meydanda o çünki o belə idi. Bir də belə. Amma ancaq lakin o save-ə ən fantastik reaksiyanı elə Messi verirdi. Bilmirəm görmüsünüz yoxsa yox. Onun kadrlar var ki, o iminlə bax o təkbətə o save baxdı, gedib göstərirlər Messini. Messi belə asla görür ki, dünya çempionatı belə bu kubok belə qalxdı, belə gözün qabağına və getdi də başa düşdü. Belə çox asta hərəkət eləməyə başlayır ki, bütün dünya o moment onun üçün dayanır da. Emiliano Martinez topu çıxardandan sonra Messi bir də hərəkət görsə, Allah bizdəyik. Buradan gözlə, hələ getmir. Və o momentdən sonra Argentinanın dünya çempionatının uduzmağına inanan, mənə gəlir ki, futbola baxmalı deyildi. O tam olaraq elə bir ki, penaltilər seriyasına o save həll elədi də mənim fikrim. Çünki psixoloji üstünlük maksimum keçdi də o tərəfdə. Avro 2008-də də olmuşdu da, o Semih qol vuranda Modric, Rakitic bütün penaltilər qələbə artıq çökmüşdü də, orada Fransa çöktü. Martinez şovda davam elədi də orada penaltilər. Amma Martinez şov zarafatsız. Orada penaltilər seriyasında doğrudan yəni mən deməzdim ki, Fransa millisinin oyunçuları belə penaltini belə bərbad vurur. Başqa hansısa bir milli olsaydı, nə bilim, mənə elə gəlir ki, orada Fransa olacaqdı. Çünki penaltini yerinə yetirən şəxslər, Coman, Chouameni özünün bir dənə olar. Buradan vursa, yəni nə bilim, oradan Ərdəbili zad deşə bilərdi. Yəni o dərəcədə güclü zərbəsi var da. Prosto bu necə bunların beyninə girdi, necə onların beyninin ətini yedi ki, dedi ki, mən ona baxanda bilirdim ki, vura bilməyəcək. 100% o psixoloq topu bir dəfə götürdü arası getdi, o temalar zətdə, o dəhşətdir. Biz də Copa Amerikada kəşf elədik də biz onu hərəkətdə. Mən heç o təsərrüfatsız heç Copa Amerikada heç o qədər də gözümə dəyməmişdi əslində. Amma sırf dünya çempionatında mən Emiliano Martinez atdı qapıçını belə kəşf elədim özüm üçün. Halbuki neçə illərdir oynayıb. Həmin dünya çempionatında bir dənə maraqlı fakt, bu Messi bir dənə fantastik şəkili var ya, hardakı bəlkə də Instagram tarixində ən çox like alan şəkillərdən biri 70 milyon da 80 milyon. Sən bilirsən də o fake dünya kuboku ilə çəkilib. Deməli o Agüero özü ilə kubok gətirib. Görüşün bunlar hamısı sevinirlər zat. Çünki hay-haray düşüb kuboku biri götürüb, o biri götürüb, kubok gəlib Fıra Messi'lərlə, Messi bu ilə nəsə şəkil çəkdirib və s. və baxır. Sonradan bu göstərilir ki, əsl çempionat, əsl kubok dördə fakedir. Yəni bundan idi da başa düşdü. Elə bilirsən. Mən ən paxılığım tutan Nusret idi orada. Yeri gəlmişkən, Nusrətin də karyerası ondan sonra bitdiyi xəbəriniz var. Hər yerdə, yəni ki, hər yerdə qara siyahıya düşdü. Hər yerdə və biznesi də artıq çökməyə başladı. Bir çox ölkədə biznesi də batdı onun. Ən uğursuz günü idi onun bəlkə də. Ata orada sən nə üçün azıb da orada da gəlib, yəni Instagrama 5 şəkil atacaqsan deyə. Kim o vəsiqəni verib buna? Ya bu müqəddəs bir şeydir də belə baxanda futbol üçün bu dünya çempionatı. O oradan necə gəldi, çıxdı icazəsiz. Heç nəsiz də gəldi də belədir də, budur belədir. 2022-ci dünya çempionatında ən balaca boy futbolçu Mərakeşdə olub İlyas Şair. Əslində at familiyasına görə oxudu. 158 sm. Meyxanaçı təxəllüsüdür. İlyas Şair. Seçilmiş əsərlər. Azərbaycan qeyrətli oğlu. İlyas Şairlər. Neçə idi boyu? 1.58. Boyu neyirəsə. İlyas Şair. Oyuna çıxıb, yəni rəsmi oyuna çıxıb o. Yoxsa ehtiyatda olub da, yəni gedib də. Məsələn, orada məsələn 26 futbolçu aparmalıydın axı. İran 25 aparır. Nə olar ki, birini də sevindirsəydin, nə olar? Bax, bir də yerin var da boş. Bu aparmamaq nədir ki? Doğrudan çox. Elə bir ki bu. Yəni ki onlar yola gələndə kimsə qatarını zatda yaddan çıxardıblar. Uçub gedib arasına, yəni bilməm nə söhbət. 2 nəfər olub da belə. Axırda heç bir. O gəlsə mən gəlməm. Yaxşı bu gəlsin sən gəl. 137 futbolçu olub ki, həmin dünya çempionatında öz doğulduğu ölkədə yox, başqa ölkənin millisini təmsil edir. Yəni öz doğulduğu ölkənin millisini təmsil eləməyib. Bunun təkcə 14-ü
Mərakeş yığması. Hə. Giveaway ilə yığıblar. Elə onların uğuru da məncə ondadır. Çünki oyunçuların çoxu Avropa top akademiyalarda elə bir Bəli. top akademiyalardan keçiblər və bu səviyyəyə gəlib çatıblar. Bəli. Əla deyəsən də. Nə o zarafatsız Yəni əla. bir vaxtlar Türkiyə yığması kimi də elə bir ki, elə çox baxırdın Almaniya futbol məktəbinin təmsilçiləri idi. Hətta 2002-dən sonra, Türkiyənin bu uğrundan sonra bu ciddi islahatlar başladı və ona qədər demək olar ki, yəni başqa millətin futbolçuları Almaniya millisində oynamırdı. Sırf bu Türkiyənin 2002-də 3-cü yerindən sonra Almanlar başladı digər millətli futbolçuları öz millisinə cəlb eləməyə. Fikir versəz, həmin millidən sonra məsələn Xecira, Özil və s. hamısı belə artım başladı. Yəni dərs oldu onlara kimi. Dünya çempionu olanda da orada 2 dənə Alman var idi. Səhv eləmirəm. Biri Şürleydi, orada Müller idi. Biraz da Götze. Ən bahalı heyət sizcə hansı millidə? 100% Fransa. İngiltərə. İngiltərədir. Aa. 1,6 Hə, o şeydir də, ondan da daxili. %26 milyon. Ondan da proteksionizm. Süni qiymət artımı. Hə, yəni proteksionizm. O bilsən necədir? O elə bir ki, hansısa ölkənin bir dənə valutası var. Nə bilim, bir ələkbər də deyək valutanın adı. Bir ələkbər nə bilim 10 dollara bərabərdir, amma həmin ölkədən başqa heç yerdə işləmirdi. İngiltərə yığması da o daxili bazarın şotuna Qaldırdı. Mənə görə, yəni əgər o məsələ, o süni qiymət artımını nəzərə alınmasaq, məncə Fransadır da, yəni. İngiltərə kimə uduzmuşdu dünya çempionatında? Harda dayandırdı yolunu? Fransaya uduzdu. Fransaya uduzdu da 8-də 1-də səhv 8-də 1-də. Kane penalti vuramadı. 8-də 1-də yox. 4-də 1-də. 4-də 1 olsun 4-də 1. Olsun 4-də 1. Deyirsən olsun. Ha, ya belə dəqiq vacibdirsə 4-də 1, amma Belə belə 8-də 1. Nəsə də yarı final görməmişdi. Görmədim. ya yarı final görmə. Çox bədbəxt millətdir doğrudan da. Ki əslində orada ingilislər keçə bilərdi. Harry Kane topu Göyə vurmasaydı. göyə vurmasaydı bəli. Bəli. Demək Senegal yeganə komandadır ki, bütün 26 futbolçu hamısı legionerdir. Burada bir dənə paradoks fakt var. Ən gənc yığma ortalama yaşı da 24,7 yaşlı Qana millisi. Burası kendi bu sübut elədi. O 100% ifadə. O 100% Ortalama bir ifadə. Bu 35 şərt tabirlan görməsinin ifadə. Ya 100%. Onlar da çox özdə əclaf Amansızcasına azaldılar. Əclaflar heç göstərmir bildin. Bidindən tuta bilmərsən də ki, bunun doğrudan nə 25 yaşı var, yoxsa 35 yaşı var. Doğrudan deyək, bilinmir də bunların. Bir onlardır, bir Koreyalılar. Amma bu Koreyalılar o həmin taktikaya sadəcə keçə bilmirlər. Çünki orada Çox düz adamdılar elə. düzü qoy qırağa, orada dövlət səviyyəsində çox böyük problem yaşanır. Orada bilirsən də əskərlik söhbəti zət də dəhşət dərəcədə getmişdi. Hə də yəni orada qayda qanun çox yüksək səviyyədə oldu. Amma onlar partladar deyə. Çünki Koreyalılara baxırsan, nə bilim 50 yaşında tuta bilmirsən, bunun 20 yaşı var, yoxsa 50 yaşı var. Polna hamısı lipa eləyib, bir ən azından U21-ə qədər bütün dünya çempionatları apara bilər. Koreya dedin yadıma düşdü. Bu dünya çempionatında əsas müzakirə obyektlərindən biri yox, üçü. Şeydir o. Turnirin bir dənə düzəməlli el arasında belə üzə çıxartılası bir dənə soundtrack yox idi. Yəni misal üçün 2010-da 1-2 Vaka var idi, nə bilim. Wave Flag var idi. Hə, aysa 2006-da nə bilim 3G Vazat, nəsə belə bir şeylər vardı. Hər turnirin bir dənə soundtrack var idi. Burada elə bir ki, bilinmədi. Yəni evin kişisi kimdir bilinmədi. I Shall Speed mahnı yazdı. Buradan o mahnını sevənlərə qəni çox pis fikirlərim var. Çünki zövqlə bağlı ciddi problemlərimiz var. Biri o Koreya uşaqlarının oxuduğuydu ki, əslində onu sayırlar güya ki. Açılışda o idi. Açılışda ya bağlarkən açılışda o idi. Bir də ki o həmin mövsüm bir dənə o qalırdı ki, məhlədəki zibil yeşiyindən də o mahnı ki, o tuku taka mahnısı var da, hamı onu oxuyurdu da. Mən baş açmadım ki, bu soundtracklərdən hansı. Bir başqa albom buraxırlar. Bizə necə, birinə zakaz ediblər, görürlər, birdən də alınmaz ki, bunlar da strategik kimi olsun da. Pul çox. Çox dəqiq. Çox oldu pulu. Ən çox futbolçu göndərən dünya çempionatında hansı komandadır? Deyəm, bunu bilirdim deyəsən. Bavariya. Bəli. Uff!
17 Salah. futbolçu göndərib. Salah da olar. O ərəfədə məşq varsa o kabinetdə keçir də. Yığışıblar ki, kabinetə gəlin. Zoomla da başa PlayStation. Yığışıb. Bavariya. Dəli Məndə də bağışda. Bu il başa ondan da çox olacaq baxarsan. Hə, yeri gəlmişkən. Bu il başa yox. Başlatmalıdır. Bu il başa başladı. Onlardan sonra ikinci komanda imişli idi də biraz. Qətərdəki dünya çempionatı 220 milyarda başa gəlib. Rüşvət daxil, ədəbə daxil. Bu Braziliyanın 2014-cü ildə xərclədiyi puldan 15 dəfə çoxdur. Olar. Yəni normaldır bu əslində. Bəs Rusiyadan, çünki Rusiyada çox stadion tikilmişdi, mən bilirəm yeni. Rusiya desə özü məlumat vermir deyəsən orada yox. Ya Rusiyada çünki Qətərdən öncə ən bahalı dünya çempionatı elə bir şey var, elə bir şey var. Braziliyada bu tam olaraq normaldır, çünki Braziliya Pul yoxdur. birincisi pul yoxdur, ikincisi stadionları çoxdur da onsuz da var. Amma onları yüngül rekonstruksiya edib. Amma burada yəni daha söhbət ancaq şeydən stadiondan tikib edir də, stadion tikirdilər, sonra suyunu adaza salırlar körə. Bir də bu arada həmin məhz Qətər çempionatında bir dənə stadion var da şey bank kartının son 4 rəqəmi 1961 nəsə o idi. 994. Nəsə elə bir şeydi. 9 70 80. Onu biz sizə dünya çempionatı o şeydə konteynerlərdən vermişlər. Sonra dünya çempionatı bitəndən sonra söküb göndərmişlər Afrikaya. Hansı Afrika ara ki gələ. Belə bu bir dənə səs ver, bir dənə də stadion məndən sənə. Necəsən? Onunla bu cashback. Qəşəng. Beləliklə bu bizim dünya çempionatları ilə bağlı ilk buraxılışımız idi. İlk eksperimental buraxılış. Pilot. Pilot. Sevirəm bu şeyi. Pilot layihə. Pilot layihədir. Bir pilot layihədir. Bir də rejissorlar kino çəkir axırı vaxtlar. Axırını başa düşmürsən deyir. Rejissor deyir tamaşaçı ixtiyarına buraxdı. Adam deməkdir ki, ay Redaktorun axıra kimi. saat yarımda baxıram ki, mən axırda mən qərar verirəm. Kim ssenari yazar? Yox, qərar verirəm. Poxdur ki. Yeri gəlmişkən siz bəlkə bu dünya çempionatı haqqında, yəni 2022 Qatarda keçirilən dünya çempionatı haqqında bilmədiyimiz faktlar varsa, onları şərhlərdə yazın və yazın görək bu format sizin xoşunuza gəlir, yoxsa gəlmir. Və ən əsası bu günləri eşitdiyiniz hansı faktı ilk dəfə eşitmişsiniz, onu da qeyd edin və sizə görə ən maraqlı fakt hansıydı? Mütləq şəkildə şərhlərdə yazın, kanalımıza abunə olun, bizi izləyin və növbəti buraxılışda yenə də Əli Heydər, Tamirlan və mən sizin qarşınızda məhz Mundial'la birlikdə olacağıq. Özünüzdən və yaxınlarınızdan müğayət olun. Sağ olun.